Xaqan titulu haqqında eşitmişsiniz. Yəni türk hökmdarları, Afşina sülaləsindən olan türk hökmdarları özlərinə xaqan deyirdilər. Xaqan titulu haqqında 5 dənə bilmədiyiniz fakt. Birinci, türklər xaqan titulunu qəbul etməmişdən əvvəl türk hökmdarları Hun hökmdarları idi və onlar Şanyuy titulunu qəbul edirdilər. İlk dəfə bu titul haqqında məlumat Çin mənbələrində eradan əvvəl 4-cü əsrə aiddir. Belə ki, Sünnu hökmdarları Şanyuy deyə qəbul edilirdilər. Və eranın 4-cü əsrinə qədər də bu titul davam etdi. Bunun gücdən düşməsinin isə səbəbi Çinin siyasəti idi. Belə ki, onlara arxa durmaq istəyən Hun hökmdarlarına, Hun sərkərdələrinə, Hun tayfa başçılarına müxtəlif formalarda Şanyuy titulu verirdilər və nəticədə titul gözdən düşmüş oldu. İkinci fakt. Xaqan tituluna ilk dəfə 4-cü əsrdə Siembi tayfalarında rast gəlinir. İlk dəfə bu titulu qəbul edən Sifu tayfasının rəhbəri olmuşdur. Belə ki, onların ağsaqqalı olan Sifu Qorcanın oğlu Xaqan və yaxud Kexan adı ilə səsləndirilmişdi ki, Çin mənbələrində buna Kexan, amma Siembilərdə isə buna Kaan deyilirdi. Onu da deyim ki, sözün mənası arxa və dayaq deməkdir. Şanyuy sözünün isə mənası güclü və geniş demək idi. Üçüncü fakt. İlk dəfə Xaqan titulunu rəsmi qəbul edən hökmdar Siembi tayfalarından olan Juan dövlətinin rəhbəri olan Şelun xan idi ki, 394-cü ildə rəsmən Xaqan titulunu qəbul etdi. Buna qədər isə bu titulu hökmdarlara ancaq xalq verirdi. Xalq onları Xaqan adlandırırdı, daha çox hərbi sərkərdə formasını ifadə edirdi. Dördüncü fakt. İlk dəfə olaraq Rus hökmdarları, ilk Rus hökmdarları, yəni 9-cu əsrdə Rürikdən başlayaraq 11-ci əsrdə Oleg Aleksandroviçə qədər hamısı Xaqan titulunu daşıyırdılar. Və onlar ilk dəfə bu formada onların haqqında məlumat verən Bertin anallarıdır ki, 839-cu ildə Ros Xaqanı haqqında məlumat vermişdir. Bundan sonra İbn Rüşd ərəb müəllifi bu haqda məlumat verdi. 5-ci fakt maraqlı olan bir tərəfiniz var. Rus dilində knyaz sözü məhz türklərin Xaqan sözündən gəlir. Belə ki, qədim Bulqar xanları ilk dəfə özlərini Kanas İnbiyə, yəni Allahın və Xaqanı adlandırırdılar və bu Kanas sözünün müxtəlif formasında səslənişi knyaz sözünü əmələ gətirir. Və bonus olaraq bir maraqlı bir şey də deyim ki, İsrail dövlətində də, qədim İsrail dövlətində də nəsli ruhanilər özlərinə El Koan və yaxud El Xaqan titulunu qəbul etdirirdilər. Müasir dövrdə də bu titul və nəsli ruhanilərdə, məhz Harunun nəslindən olan, Musanın qardaşı Harunun nəslində olan ruhanilərdə işlənməkdədir.